Salam əziz izləyicilər. Bugün sizi bir videoya yox, bir duyğuya aparırıq. Qarabağın nəfəsi, torpağın səsi, yolların hekayəsi bu kadrların içində yaşayır. Hazırsınızsa başlayırıq. Xankəndi yeni ili qarşılamağa hazırlaşır. Şəhərin üzərində çökmüş qış havası, küçələrdə hiss olunan canlanma və işıqların verdiyi istilik bu hazırlığın əsas rəmzinə çevrilib. Gecələr binaların pəncərələrindən süzülən işıqlar, meydanlarda qurulan bəzəklər və yol boyu görünən hərəkətlilik Xankəndinin yeni bir dövrə inamla addımladığını göstərir. Şəhərin əsas küçələrində bayram havası açıq şəkildə hiss olunur. Yeni salınmış yollar, abadlaşdırılan ərazilər, müasir işıqlandırma sistemi Xankəndinin simasını tamamilə dəyişib. Qışın sərin nəfəsinə baxmayaraq burada da bir istilik var. Dirçəlişin, qayıdışın və ümidin istiliyi. İnsanlar yeni ilin gəlişini fərqli bir ruhla qarşılayır. Sadəcə təqvimdə dəyişən bir il deyil, həm də Xankəndi üçün yeni başlanğıcların, sabaha inamın rəmzidir. Uşaqların üzündə sevinç, böyüklərin baxışlarında arxayınlıq hiss olunur. Şəhər sanki hər kəsi səssiz, amma dərin bir mesajla salamlayır. Həyat buraya qayıdıb. Yeni il ərəfəsində Xankəndi həm keçmişin izlərini, həm də gələcəyin ümidlərini bir araya gətirir. Bu şəhər artıq bayramı yalnız qarşılamaqla kifayətlənmir. Onu yaşayır. Kəlbəcərin dağ yolları qışın ən sərt, ən saf üzünü göstərir. Burada qar yağan təbiət hadisəsi deyil. O yolu sınağa çəkən, səfəri hekayəyə çevirən bir gücdür. Zirvələrdən enən ağ sükut hər döngədə mənzərəni dəyişir. Dağ yolları isə bu mənzərənin içində səbrlə uzanıb gedir. Bu yollar adi asfalt solaqları deyil, hər döngə bir keçmişi xatırladır, hər yüksəklik bir iradəni sınayır. Qarla örtülmüş yamaclar boyunca uzanan Kəlbəcər yolları insanla təbiət arasındakı səssiz dialoqu xatırladır. Maşınların izləri ağ səthdə xəritə kimi çəkilir. Sanki yol özü istiqaməti göstərir. Qış bu bölgədə fərqli danışır. Bəzən sərt küləklə, bəzən dərin sükutla. Dağların sinəsinə çəkilmiş yollar bu sükutun içində inadla açıq qalır. Texnika fasiləsiz çalışır. Yolçular isə bu ağ səltənətdə ehtiyatla, amma inamla irəliləyirlər. Çünki Kəlbəcər yolu yarımçıq qəbul etmir. Ya səni keçirir, ya da səbrə çağırır. Qarlı yollar üzərində hər metr məsuliyyət deməkdir. Burada tələsmək olmaz, hərəkət ölçülür, qərarlar diqqətlə verilir. Ancaq bu çətinliklərin içində bir cazibə var. Zirvədən baxanda görünən mənzərə bütün yorğunluğu unudur. Sonsuz ağlıq, dumanla uzaqlaşan dağlar və bu səssizliyin içində uzanan həyat yolu. Kəlbəcərin dağ yolları həm də yenidən qurmanın, qayıdışın rəmzidir. Qışın ən ağır günlərində belə bu yollar açıq qalırsa, demək həyat da açıq qalır. Qar altında olsa da, hər yol sabaha aparır. Bu dağlar, bu yollar bir şey deyil. Keçmək istəyən üçün yol həmişə var. Bu kadrlar tək qarlı yol görüntüsü deyil, bu Kəlbəcərin gücü, səbrinin və iradəsinin görüntüsüdür. Dağlar susur, yollar danışır.
və hər danışılan hekayə ağ örtük altında daha da dərin görünür. Kəlbəcər şəhəri bugün qışın sərt havasına baxmayaraq tamam başqa bir istiliklə nəfəs alırdı. Şəhərin mərkəzində qurulan yolka ətrafında toplaşan sakinlər yeni ilin gəlişini açıq havada birlik və sevinç içində qarşıladılar. Qarın səssizliyini gülüş səsləri pozur, işıqların parıltısı isə bu qarlı axşama xüsusi rəng qatırdı. Yolka ətrafında yaradılan bayram atmosferi hər kəsi özünə cəlb edirdi. Uşaqların sevinci, böyüklərin səmimi söhbətləri, ailələrin birlikdə keçirdiyi bu anlar Kəlbəcərin dirçələn həyatını aydın şəkildə göstərirdi. Burada bayram qeyd olunmurdu, hiss olunurdu, yaşanırdı. Şənliyin ən çox sevilən onlarından biri isə Şaxta Baba və Qarqızının gəlişi oldu. Onların meydana çıxması ilə uşaqların üzündə sevinç iki qat artdı. Şaxta Baba uşaqlarla söhbət edir, Qarqızı oyunlar oynayır. Hər ikisi bu bayram əhval-ruhiyyəsinə qoşulmağa dəvət edirdi. Musiqi səsləri altında davam edən əyləncə meydanı canlanırdı. Sanki şəhər bir anlıq nağıl aləminə çevrilirdi. Bayramın ayrılmaz hissəsi olan süfrələrə də xüsusi diqqət çəkilirdi. Küçədə qurulan ayaqüstü masalar üzərində müxtəlif yeməklər, şirniyyatlar düzülmüşdü. Sakinlər bir-biri ilə paylaşır, dadır, bu soyuq havada isti çay və qəhvə ilə isinirdilər. Satış üçün təqdim olunan şirniyyatlar, isti içkilər, çay, kofe, eləcə də müxtəlif şirələr bayramın dadını daha da artırır. Şaxtalı havaya baxmayaraq, insanların üzündə yorğunluq yox idi. Əksinə, hər kəs bu anın qiymətini bilir, bu birlikdən zövq alırdı. Qarlı küçədə qurulan bu sadə, amma səmimi şənlik, Kəlbəcərdə həyatın yenidən canlandığının ən gözəl göstəricilərdən biri idi. Bu bayram axşamı bir daha sübut etdi ki, şəhərlər binalarla deyil, insanlar və onların yaratdığı abu-hava ilə yaşayır. Kəlbəcər sakinləri yolka ətrafında toplaşaraq yeni ilin gəlməsini, həm də birliyin ümidini nümayiş etdirdi. Bu soyuq qış gecəsində Kəlbəcər isti xatirələrlə dolu bir bayram yaşadı.